Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Qur'anın mətninə və yazısına baxmaq ibadətdir. Salamlayırıq əziz Qur'an sevərləri, dəyərli izləyiciləri. Bilirsiniz ki, Ramazan ayının artıq o daxilində olan o müqəddəs Qədr gecələri yaxınlaşır. Quran-ı Kərimdə də buyurulur ki, Qədr gecəsi 1000 aydan xeyirlidir. Çalışaq ki, inşallah bu Qədr gecələrindən faydalanaq, bəhrə aparaq Allahın izni ilə. Bugünkü baxın dərsimizdə keçəcəyik təşəhhüd. Təşəhhüdün adını eşidə bilərsiniz. Təşəhhüdün haqqında məlumat verək ki, namazda ikinci rükətdə, iki rükətli namazlarda, məsələn, ikinci rükətdə, üç rükətli namazın iki və üçüncü rükətlərində, dörd rükətli namazlarda da 2 və 4-cü rükətdədir. Yəni, deməyim odur ki, ikinci rükətlərdə otururuq. Yəni, 5 vaxt namazın hər birində. Sübh namazı da olsun, şam namazı da olsun və yaxud da ki, 4 rükətli namazlar olsun. Və üçüncü rükətli namazlarda sonuncu rükət sayılır deyə üçüncü rəkətdə də otururuq, təşəhhüdü deyirik. 4 rükətli namazda da 4-cü rəkət, sonuncu rəkətdir deyə otururuq, bir də həm sonuncuda həm təşəhhüdü deyirik. Keçək, təşəhhüd nədir? Təşəhhüd yəni şəhadət gətirməkdir. Şəhadət bilirsiniz ki, İslamın şərtlərindəndir. Baxın, İslamın elə birinci şərti nədir? Şəhadət gətirməkdir. Ondan sonra gəlir namaz, oruc, zəkat, həc və s. İndi Allahın izni ilə həmin o şəhadət kəlməsi də burada yerləşir. Yəni, bir kəs şəhadət verir, dili ilə iqrar eləyir, qəlbi ilə təsdiq eləyir. Yəni, və bu kəs müsəlman olur. Necə deyərlər? Yəni, biz də bugün inşallah onu keçəcəyik. Yəni, təkcə bunu belə vurğulayım ki, namaz qılmayan kəs deməsin ki, mən baxmayım, mənim nəyimə gərəkdir. Lakin, baxın, bu müsəlman, özünü müsəlman adlandıran şəxs gərək elə kəlmə-i şəhadəti düzgün şəkildə deyə Allahın izinə və onun tərcüməsi nədir, onu da bilə. Ya Allah, demək təşəhhüd. Adı təşəhhüddür, yəni şəhadət vermək. Allahın izni ilə keçirik oxumağa. Baxın, Əlhəmdu. Əlhəmdu. Oxuduq. Əlhəmdu ayrıdır. Baxın, Əlhəmdu. Əlhəmdu kəlməsi, baxın, ayrıdır. Lilləhi. Lillah da ayrıdır. Baxın, Əlhəmdu lilləhi. Lədə uzanır. Lilləhi. İndi burada bir dənə məsələ var. Baxın, nöqtə qoymuşam. Biz nöqtəsiz oxunuş şəklində deyəcəyik ki, Əlhəmdu lilləhi. Lakin vəqf qaydasını keçmişik axı. Vəqfdə nə olur? Dayanırıq. Dayandığımız zaman da, baxın, bu sonuncu hərəkət düşür, sükuna çevrilir. Baxın, yəni, iyi ki var, bu indi düşəcək. Biz hərəkəni qoymağımıza rəğmən o hərəkə dayanırıqsa düşür, sükuna çevrilir. Ona görə bunu qoymaq lazımdır. Yəni, çünki dediyim kimi, məsələn, Quranda da ayələrin sonunda qoyulur. Məsələn, Bismillah kəlməsinin də sonunda, baxın, qoyulur. Yəni, o qoyulur. Lakin biz orada dayanırıqsa, bilirik ki, vəqf qaydası var. Orada həmin o sondakı hərəkət sükuna çevrilir. Olacaq necə? Əlhəmdu lilləh. İndi bir də həm də oxuyuruq. Əlhəmdu lilləh. Əlhəmdu lilləh. Dayandıq. İndi keçirik şəhadətə. Yəni, Allaha həmd, sənə şükür olsun. Əlhəmdu lilləh kəlməsinin tərcüməsi bu şəkildə deyə bilərik ki, Allaha həmd olsun, sənə olsun, şükür olsun. Keçdik, baxın, şəhadətə. Əşhədu. Əşhədu. Gəldi, baxın. Əşhədu. Bu onun birinci hissəsi idi. Baxın, burada qayda var. O qaydanı inşallah izah eləyəcəyik. Keçmişik o qaydanı. Ənlə. Yəni, biz idğam qaydasını keçməsəydik, burada oxuyacaqdıq. Ənlə. Lakin idğam qaydasını keçmişik deyə oxunuş belə olacaq. Əşhədu
əllə, yəni indi onu göstərəcəyik. Yazılmışıq, lakin indi yazılış baxımında bunu silirik. Nun yazılır, lakin üzərinə heç bir hərəkət qoyulmur. Nə olur? Birbaşa ləmə keçid olur. Olacaq nə? Əşhədu əllə. Ləmdən 2 dənə oldu. Demirdik orada. Ənlə. O şəkildə olmayacaq. Yəni, idğam qaydası var deyə birbaşa ləmə keçəcək. Olacaq. Əşhədu əllə. Əllə. Keçdi ora. Baxın. Əşhədu əllə. Burada da baxın, birbaşa vurğulayıram ki, keçid eləyəcək ləmə. Nun oxunmur. Əşhədu əllə. Lədə uzatmalıdır, baxın. Əşhədu əllə. Uzandı. Sonra ilə. Vergül işarəsi kimi qoyulub, baxın, kiçik əlifdir, uzatmalıdır. İləhə. Əşhədu əllə. İləhə. Diqqət elədiniz. İləhə. Davam edirik. İllə. Baxın, illədir. İllə. Keçid var deyə keçirik birbaşa yenə ləm kəlməsinə. Baxın bura. Əşhədu əllə iləhə illəllahu. Diqqət elədiniz. Əşhədu əllə iləhə illəllahu. Oxuduq. Harada uzatma var, ora diqqət eləyin. Uzadılmalı yerdə uzadın. Baxın, burada uzatma yoxdur. Lədə var, iləhədə var və illəllahu da var. Uzatmalar haradadır, orada uzadın. Burada keçid var deyə uzatma düşür. Oxuyuruq. Əşhədu əllə iləhə illəllahu. Davam edirik. Davamı da var. Vəhdəhu. Baxın, hə boğazdadır. Mütləq ona diqqət edin. Deyiliş zamanı doğru çıxsın hərflərin məxrəci. Vəhdəhu. Hu, baxın, kiçik burada nə var? U var, uzatması. Vəhdəhu. Qoymuşuq bunu. Damir qaydasına aiddir. Damir qaydasını da keçmişik. Vəhdəhu. Uzandı. Lə. Vəhdəhu lə. Lədə uzanır. Lə, ləmə əlif birləşib də, ləm əlif olub. Vəhdəhu lə şəri. Baxın, uzatması var. Yə. Şərikə ləhu. Bir də oxuyuruq. Əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu. Diqqət elədiniz, ləhu dedim. Akin nöqtəni yenə qoymuşam. Dayanacaq deyə necə olacaq? Ləh. Olacaq. Vəhdəhu lə şərikə ləh. Və sual verə bilərsiniz ki, bu ləhu nə vaxt deyilir? İndi onu vurğulayacaq. Baxın, məsəl üçün, burada oxuyuruq. Əlhamdülillah. Burada dayandıq, nəfəsimizi dərdiksə, bu vəqfdir da demək olar. Ona görə sondakı hərəkət sükun olur. Necə deyirik? Əlhamdülillah. Dayandıq. Əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləh. Nə oldu? Orada da dayandıq. Lakin dayanmasaq onda necə olacaq? Onda da nəfəsimizi dərməyəcəyik və orada da gözləməyəcəyik. Bax bu şəkildə. Əlhamdülillahi əşhədu əllə iləhə illəllahu. Yəni, davamlı gedəcəyik. Lakin nöqtə qoymuşam ki, orada pauza veririk. Dayandığımız üçün nə olur? Sükunlu olur. Baxın, burada da. İkinci şəhadətə keçəcəyik deyə. Baxın, vəhdəhu lə şərikə ləh. Orada dayandırıq nəfəsimizi dəyirik. Çünki bir nəfəsi oxumaq, o dediyim kimi, ona çoxlu nəfəs lazımdır ki, belə deyim də, bir nəfəsi oxunsun. Lakin dayanmaq elə gözəlidir. Dayana oxuyuruq. Vəhdəhu lə şərikə ləh. Dayandıq. Yəni, ləhu da olsa, dayandığımız zaman olur, sükuna çevrilir.
Yəni, birincidə nə deyir? Baxın, şəhadət verirəm ki, mən şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur və o şəriksizdir. Keçdik. Və əşhədu indi keçirik ikinci şəhadətə. Və əşhədu yenə eynidir. Baxın, əşhədu. Burada və gəlib. Və əşhədu nun sıxılır. Diqqət edin. Nunda qünnə var axı. Qünnə olanda nunla mim. Diqqət edin, həmişə yadınızda saxlayın. Şəddəli olanda, yəni təşdidli, qoşu olanda o zaman o sıxılır, burunda qaynadılır. Və əşhədu ənnə Muhammədən. Necə oldu? Uzatmasız. Muhammədən ənnə Muhammədən abduhu. Yenə baxın. Vəhdəhu. Necə? Burada da baxın. Abduhu. Uzatma var. Və rasuluhu. Yenə rasuluhu deyirik. Baxın, yenə nöqtə qoyulub deyə orada dayanacağıq. İndi bir də oxuyuruq. Və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Necə oldu? Burada uzandı. Burada isə sükun oldu, dayandı. Və rasuluh. Suda baxın, uzatma olan yerləri uzadıram. O zaman harada uzatma var, oranı uzadın. Harada yoxdur, uzatmayın. Oldu necə? Və əşhədu ənnə Muhammədən. Dən. Baxın, gördünüz? Dən. Burada izhar qaydası var. Çünki demək, tənvindən sonra boğaz hərfi gəlibdir. Ayn. Ona görə orada sıxmırıq. Muhammədən yox demirik belə. Deyirik Muhammədən abduhu və rasuluh. Bu şəkildə oxundu. Tərcüməsi də olur ki, şəhadət verirəm ki, həqiqətən Muhamməd Allahın qulu və rəsuludur. Allahın qulu əbd. Görürsünüz, birinci o gəlir. Yəni, baxın, birinci Quran-ı Kərimdə də, demək, təşəhhüddə də, baxın, vurğulananda nə olur? Birinci Peyğəmbərin əbd olduğu vurğulanır, ondan sonra deyilir rəsul. Yəni, Allahın bəndəsi və rəsuludur. Rəsul da, yəni, dediyim kimi də elçi. Bu şəkildə. Sonra, demək, şəhadət hissəsi qutarandan sonra, baxın, bu da səlavatdır. Təşəhhüddə, baxın, həmd edilir, Allahın təkliyinə, şəriki olmadığına şəhadət gətirilir. Ondan sonra nə olur? Peyğəmbərə şəhadət gətirilir ki, Peyğəmbər, həqiqətən Muhamməd, Allahın qulu və rəsuludur və ondan sonra Peyğəmbərin özünə və onun pak əhli beytinə salavat göndərilir. Baxın, o salavatı əzbərləmək lazımdır və onu düzgün demək lazımdır. Demək olar, məclislərdə, namazın özündə, bir çox yerlərdə biz salavatı deyirik. Onun doğru qaydasını indi inşallah keçəcəyik. Baxın. Allah. Baxın. Bilirsiniz ki, Allah sözünün o ləmi uzatmalıdır da. Bu da həmin o kəlmədir. Baxın. Allahummə. Sadəcə Allahummədir. Baxın, bura kimi. Allah, baxın, Allahu. Burada da mə gəlibdir. Ona görə indi də oldu. Allahummə. Mim bilirsiniz ki, dedim. Şəddəli, yəni qoşu olanda sıxılır. Allahummə. Salli. Salli. Sal, qalın. Ləm, qoşadır və kəsrəli. Allahummə. Salli. Alə. Ayn boğazdır. Birinci alə. Baxın, a var ha. Baxın, orada alə boğazdır. Yəni, ayni boğazda deyirik. İkincidə deyəcəm ki, artıq orada əlifdir. Alə. Baxın, yə gəlibdir.
yə uzatma rolunu bildirir, məddi əlifi uzadır. Alə vergül işarəsi kimi qoyulub ha. Baxın, o ləmin uzadılmasıdır. Allahummə salli alə. Davam edirik. Alə oxundu. Sonra yenə Muhammedin. Baxın, Muhammedin. İndi davam edəcəyik. Lakin burada bir məqam var, onu vurğulayım. Muhammedinli, lakin vav gəlibdir. Demək, tənvin kəsrədən sonra vav gəlibdir. Yərməlun hərfləri. Bilirsiniz ki, burada da idğam baş verir, amma vəvdə diqqət edin ki, vavda nə olur? Naqis idğam baş verəcək. Oxuyacağıq, vava keçirdəcəyik, amma birbaşa, yəni bu şəkildə deməyəcəyik. Muhammediv. Yəni div yox, birbaşa div yox. Muhammedin. N-nı da deyəcəyik, əvvəlki dərslərdə onu vurğulamışdıq. Muhammedin. Yəni n da deyilir, n-dan sonra v-ya keçirilir. Yəni naqis idğam deyirlər ona. Tam kamil şəkildə mimlə nunda olur. Necə olacaq? Muhammedin və yəni vav deyilir. Və yaxud da ki, namazın özündə siz onu yəni Muhammedin deyə bilərsiniz. Muhammedin və-ni deyirik. Və baxın, əlif uzatma var. Üstündə uzatma var, mədd işarəsi var və uzadılır. Və əli. Li uzadılmır. Yəni və əli bu şəkildə olmaz. Görürsünüz, ləmə onda uzatma verdik. Sadəcə uzadılır. Və əli Muhammed. Dayanırıq deyə sondakı hərəkəni oxumuruq. Sükuna çevrilir. Bir də deyirik. Allahummə salli alə Muhammedin və əli Muhammed. Sonda da nə edirik? Allahın salam, salavatı olsun Muhammedin və Muhammedin ailəsinin üzərinə və ali Muhammedə. Yəni, Allahın salavatı, salamı olsun Peyğəmbərə və onun əhl-i beytinin üzərinə. Görürsünüz, namazda, hər namazımızda nə edirik? Peyğəmbərin və onun əhl-i beytinə salavat göndəririk. Və dediyim kimi, əgər qəsdən şəhadəti deyəndən sonra bu salavatı biz namaz vaxtı qəsdən göndərməsək, namazımız işqallıdır, yəni problemlidir. Onun doğruluğu problemlidir. Və namaz qalır yarımçıq. Bunu vurğulayım ki, onu demirik və namazımız bütöv olmur, yarımçıq qalır. Ona görə baxın, bunların hamısını oxunuşunu da düzgün şəkildə bilmək lazımdır. Oldu necə? Allahummə salli alə Muhammedin və əli Muhammed. İndi bir də başdan oxuyaq Allahın izni ilə. Dayanmadan oxuyuram, diqqət edin. Elhamdülillah. Əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləh və əşhədu ənnə Muhammədən abduhu və rasuluh. Allahummə salli alə Muhammedin və əli Muhammed. Təşəhhüd qaydası, baxın, bu şəkildə oxundu. Çalışasınız, indiyə kimi, məsəl üçün, kimlər ki, necə əzbərləyib, namazda necə deyir, bundan sonra dəyişim eləyəsiniz. Və bunu da vurğulayaq ki, hələ ki, aramızda namaza başlamayan və namaz qılmayan kəslər varsa, qarşıdan mübarək o Qədr gecələri gəlir. Qarşınıza məqsəd qoyun, Allahın izni ilə bu Qədr gecələrində namaza, ibadət, itayətə başlayın. Və vurğulayıram ki, onu da
qiraəti, yəni namaza başladığınız zaman o namazın sözləri ki var, onu doğru demək lazımdır. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.